Maarif, Bakımız çox qəşəngləşib, gözəlləşib. Yaxşı gəldi dincəlməyə. Yəni, mahi, tali deyil. Bəli. Şərəfsə var, pulumuzu qaçıb gizlənib buralarda. Bir qardaşa borcum var, onu da ödəyə bilmirəm. Onu ötü qaçıb gizlənirəm. Hatta bütün yıl axtarışa verilməli. Bilməm nətər ödəyəcəm. Utanıram da çölə bayra çıxan dostu, tanışlarımız yanında bir abla olmuşam. Almışam belə nətər ödəyəcəm bilmirəm. Hiç. Başa düşürəm, narahat olmayın. Bir işdə həll edəcəyik. Çox sağ ol, təşəkkür edirəm. Şöyle Tali, yaxınlaşaq. Salam Tali. Salam. Necəsən? Sağ ol. Tanıdığın kimdir? Turan bəli deyirsiniz. Ay, sağ ol. Niyə sən pul vermirsən, qaçırsan, gizlənirsən? Mənim biraz problemim var, üzürlü say. Mənim rəhmətə gedənim oldu. Anam rəhmətə getdi, atam rəhmətə getdi. Ona görə də o pulu ödəyə bilmədim, üzürlü say. Mən səni gözəl başa düşdüm, dediyini dinlədim səni. Amma mənə bir kişi kimi, belə özün bilirsən də, qaçmaq məndən mümkün deyil. Bakı balaca şəhərdir, səni tapmaq mənim üçün 2x2-dir. Yəni sən mənə bir vaxt diqinə, o gündən görüşək. Mənlə daha doğrusu Mahirlə görüşəcəksən. Mahirlə nədir həll edəcəksən. 5.000 istəmişdin, 10.000 verdim sənə. Qardaş, 10.000-mi Mahirdə verərsən, Mahirdən alacam. Eşitdin? Mahir mənim, bununla məşğul olun. Mən maşına gedirəm. Sonra gələrsən yanıma, yaxşı işin var sən. Eşitdin də Talih bəy, mən gedirəm. Turanam ne dedi? Bir de bir tekrar olmasın. Ben buraya kadar gelmeyeyim inşallah. Bana bağışlayın gelirler. Ayda abi ben hardan tapdı? Böyle ben bunlardan uzak duran bulacakta geldim ben yine taptılar. Ay bile sırtım partlayıram öyle. Bir kardeş var, ona da borcum var. Bilmem neyini, onu kaçıp çizden, o giderim, o buraya giderim, aktarışa verip beni. Kalmışam böyle bilmem ne diyeceğim, ne tür ödeyeceğim. Şuram, narahat olmayın, bir işte həll edəcəyik. Çok çok teşekkür ederim. Maarif, Bakımız çox qəşəngləşib, gözəlləşib. Yaxşı gəldi dincəlməyə. Yəni, Mahir, tali deyil. Bəli. Şərəfsə var, pulumuzu qaçıb gizlənib buralarda. Şöyle Tali, yaxınlaşaq. Salam Tali. Salam. Necəsən? Sağ olsun. Tanıdığın kimdir? Turan bəli deyirsiniz. Ay, sağ ol. Niyə sən pul vermirsən, qaçırsan, gizlənirsən? Mənim biraz problemim var, üzürlü say. Mənim rəhmətə gedənim oldu. Anam rəhmətə getdi, atam rəhmətə getdi. Ona görə də o pulu ödəyə bilmədim, üzürlü say. Mən səni gözəl başa düşdüm, dediyini dinlədim səni. Amma mənə bir kişi kimi, belə özün bilirsən də, qaçmaq məndən mümkün deyil. Bakı balaca şəhərdir, səni tapmaq mənim üçün 2x2-dir. Yəni sən mənə bir vaxt diqinə, o gündən görüşək. Mənlə daha doğrusu Mahirlə görüşəcəksən. Mahirlə nədir həll edəcəksən. 5.000 istəmişdin, 10.000 verdim sənə. Evet, 10.000-ni Mahirdə verərsən, Mahirdən alacam. Geçdin. Mahir mənim, bununla məşğul olun. Mən maşına gedirəm. Sonra gələrsən yanıma, yaxşı işin var sən. Eşitdin də Talih bəy, mən gedirəm. Turanam ne dedi? Bir de bir tekrar olmasın. Ben buraya kadar gelmeyeyim inşallah. Bana bağışlayın gelirler. Hardan tapdı? Böyle ben bunlardan uzak duran bulacakta geldim ben yine taptılar. Ay bile sırtım partlayıram öyle. Bir kardeş var, ona da borcum var. Bilmem neyini, onu kaçıp çizden, o giderim, o buraya giderim, aktarışa verip beni. Kalmışam böyle bilmem ne diyeceğim, ne tür ödeyeceğim. Şuram, narahat olmayın, bir işte həll edəcəyik. Çok çok teşekkür ederim. Maarif, Bakımız çox qəşəngləşib, gözəlləşib. Yaxşı gəldi dincəlməyə. Yəni, Mahir, tali deyil. Bəli. Şərəfsə var, pulumuzu qaçıb gizlənib buralarda. Şöyle Tali, yaxınlaşaq. Salam Tali. Salam. Necəsən? Sağ olsun. Tanıdığın kimdir? Turan bəli deyirsiniz. Ay, sağ ol. Niyə sən pul vermirsən, qaçırsan, gizlənirsən? Mənim biraz problemim var, üzürlü say. Mənim rəhmətə gedənim oldu. Anam rəhmətə getdi, atam rəhmətə getdi. Ona görə də o pulu ödəyə bilmədim, üzürlü say. Mən səni gözəl başa düşdüm, dediyini dinlədim səni. Amma mənə bir kişi kimi, belə özün bilirsən də, qaçmaq məndən mümkün deyil. Bakı balaca şəhərdir, səni tapmaq mənim üçün 2x2-dir. Yəni sən mənə bir vaxt diqinə,
O gün nə görüşək? Mənlə daha doğrusu Mahirlə görüşəcəksən. Mahirlə nə qədər həll edəcəksən. 5000 istəmişdin, 10.000 verdim sənə. Evet, 10.000-ni Mahirdə verərsə Mahirlə alacam. Geçdin. Mahir müəllim, bununla məşğul olun. Mən maşına gedirəm. Sonra gələrsən yanıma, işin var sən yanıma. Eşitdim ya Talib bəy, mən gedirəm. Turanla ne dedi? Bir de bir tekrar olmasın. Ben böyle buraya kadar gelmeyeyim inşallah. Ben bağışlayın gelirler. Hardan tapdı? Böyle ben bunlardan uzak duran bir vaziyette geldim. Ben yine taptılar. Vay be, sırtım partlayıram öyle. Mahir, Bakını çox qəşəngləşib, gözəlləşib. Yaş geldi dincəmə gel. Yəni Mahir, talih deyil. Bəli. Şərəfsə var, pulumuzu qaçıb gizlənib buralarda. Abi kardeşe borcum var, onu da ödeyebilmirəm. Onun ötü qaçıb gizlənirəm. Hatta bütün yıl axtarışa verilməli. Bilmem nətər ödəyəcəm. Utanıram da çölə bayra çıxıram, tanışlarımız yanında bir abi olmuşam. Olmuşam belə nətər ödəyəcəm bilmirəm. Hiç. Başa düşürəm, narahat olmayın. Bir işdə həll edəcəyik. Çox sağ ol, teşekkür edirəm. Şöyle de talih. Yaxınlaşaq. Salam talih. Salam. Necəsən? Sağ olsun. Tanıdığın kimdir? Hə, Turan müəllim deyirsiniz. Ay sağ ol. Niyə sən pul vermirsən, qaçırsan, gizlənirsən? Mənim biraz problemim var, üzrlü say. Mənim rəhmətə gedənim oldu. Anam rəhmətə getdi, atam rəhmətə getdi. Ona görə də o pulu ödəyə bilmədim, üzrlü say. Mən səni gözəl başa düşdüm, dediyini dinlədim səni. Amma mənə bir kişi kimi, belə özün bilirsən də, qaçmaq məndən mümkün deyil. Bakı balaca şəhərdir, səni tapmaq mənim üçün 2 vur 2-dir. Yəni sən mənə bir vaxt deyinə, o gün nə görüşək? Mənlə daha doğrusu Mahirlə görüşəcəksən. Mahirlə nə qədər həll edəcəksən. 5000 istəmişdin, 10.000 verdim sənə. Qardaş, 10.000-ni Mahirdə verərsə Mahirdən alacam. Geçdin. Mahir müəllim, bununla məşğul olun. Mən maşına gedirəm. Sonra gələrsən yanıma, işin var sən. Eşitdim ya Talib bəy, mən gedirəm. Turanla ne dedi? Bir de bir tekrar olmasın. Ben böyle buraya kadar gelmeyeyim inşallah. Ben bağışlayın gelirler. Ayda abi mən hardan tapdı? Belə mən bunlardan uzaq duran bir vaziyette geldim. Ben yine taptılar. Vay be, sırtım partlayıram öyle. Hep sen mi ağladın, hep sen mi yandın? Ben de gülemedim, yalan dünyada. Sen beni gönlünce mutlu mu sandın? Ömrümü boş yere çalan dünya. Ah yalan dünya, yalan dünya. Yalandan yüzüme gülen dünya. Ah yalan dünya. Yalan Allah, siz kimsiniz? Siz kim, tanımadım sizi. Olar bir yerde oturaq biz. Bir yerde söhbət edək. Allah problem yok gidecek. Olan oldu kardeş. Ölürəm kardeşim. Çok peşmansın. Hayat hamının yüzüne gülmür ki. Her şey için geçti kardeşim artık. Dur gitmeye lazım. Olamam bu büyük geçen geçti. Bilmem artık çok geçti. Ama sen gece bir yerden bilmirəm. Ne kardeşim? Gezdi daha. Ben keçmeye layıkını istemiyorum. Benden ərzi üzüm. Ben daha bilirəm. Sanki anamızın dünyası geçtiğini sana bilebilseydim kardeş. Ah canım, ne oldu kardeşim? Sağ olun. Hiç de bilmem necə deyim.
Ki anamız dünyasını dəyişib. Mən də bekafam. Qardaşım da məndən uzaq durur. Üzümə telefona zəng edirəm, cavab vermir. Mən özüm də pis olmuşam, görəlmişim. Biləmi, ana itmək çox çətin şeydir. Bu dünyada. Ama qardaşım düşman kimidir, məndən uzaq durur. Mən ona düşman. Necə olacaq? Bana rəhmətə getdiyini bilmirdim. İndi bildim. Başa düşdüm. Orxana deyə bilmirdim. Ən yaxşısı səndir. Mən deyirəm, amma o inanmır ki, məndən uzaq durur. Mənə deyirsən, mənə düşmansınsa, mənə qardaş deyirsən. İndi lap məndən uzaq gedir. Hara gedirəm, hətta belə yolda görürəm, onu deyirlər. Nə bilim, nə deyə bilmək, özüm də bilmirəm, nə deyəcəyim. Başa düşürəm səni. Gedək çay içək. Bilmirəm ki, özüm də bilmirəm, nə deyəcəyim.